Salam değerli izleyiciler. Bugün size Mormon təriqəti haqqında qısa məlumat verəcəm. Əgər mövzu sizə maraqlı olsa, həm YouTube-dan, həm də digər qaynaqlardan bu təriqəti daha geniş şəkildə araşdıra bilərsiniz. Bu təriqət Amerikada bugün təxminən 100 milyard dollardan 300 milyard dollar arası bir investisiya fondunu idarə edir. Təsəvvür edə bilirsiniz, dini bir cəmaət 100 milyarddan 300 milyard arası bir fondu idarə edir. Apple kimi, Nvidia kimi bir çox məşhur şirkətin də hissələrinə sahibdirlər. Nəysə, kilsə təriqətin necə ortaya çıxdığını və necə inkişaf etdiyinə qısa məlumat verim. Təriqət 19-cu əsrin əvvəllərində Joseph Smith tərəfindən ABŞ-da qurulub. Joseph Smith iddia edirdi ki, ona vəhy gəlib və qədim qızıl lövhələri tapıb. Yəni bir növ özünü peyğəmbər elan etmişdi. Bu lövhələri tərcümə edib Book of Mormon adlı kitabı nəşr etdirdi. Əslində bu təriqətin öz rəsmi adı İsa Məsihin son əzizləri kilsəsidir. Lakin bu dini kitablarına görə, öz səmavi kitab adlandırdıqları Book of Mormona görə uzun müddətdir ki, Amerika cəmiyyətində Mormon təriqəti olaraq tanınır. İlk dövrlərdə ciddi təzyiqlərlə üzləşiblər. Hətta Smith çox evliliyə təşviq edirdi insanları. Özü də 40-a yaxın qadından evlənmişdi. Və nəhayət gücləndikcə gedib köçdüyü qəsəbələrdə hakimiyyət qurmağa çalışırdı. Hətta Amerika prezidentliyinə namizəd olmağa belə cəhd etdi və nəhayət öldürüldü. Ondan sonra biri kimi yan qadında bir nəfər təriqətin başına keçdi və təriqəti artıq Amerikadakı təzyiqlərə dayana bilmədiklərinə görə Amerikadan kənara, o vaxt ki Meksika ərazisi olan Utah bölgəsinə cəmaatı köçürtdü. Yəni uzun bir yolu qət edərək ora köçdülər. Salt Lake of City bu gün də elə şəhərin adı belə adlanır. Salt Lake of City adlı bölgədə məskən saldılar və oranı inkişaf elətdirdilər. Səssiz, sakit başlayan bir hərəkət sistemli və səbirli şəkildə böyüyərək qlobal dini bir quruma çevrildi. Bəs burada proses necə irəlilədi? Bunlar necə inkişaf etdi? Əslində hər şey disiplində bitir. Yəni bunlar bu təriqətin başında duran adamlar həddindən artıq həm özləri disiplinli idi, həm də ailə və gənclərin yetişdirilməyi, ailə daxili nizam-intizamı həddindən artıq disiplinli şəkildə inşa etdilər. Uşaqlara uşaqlıqdan başlayaraq dini dərslər verirdilər. Həftəlik ibadətlər, toplantılar keçirirdilər. Gənclər üçün xüsusi proqramlar hazırlamışdılar. Bundan əlavə 18-19 yaşına gənclər çatdığında onları könüllü bir şəkildə missionerliyə təşviq edirdilər. Yəni bugün təxmin edilir ki, 60 minə yaxın Mormon gənci dünyada missionerliklə məşğuldur. Və yaşa diqqət edin, 18-19 yaşında gənclər dünyanın fərqli və digər çox insanın tanımadığı ölkələrə gedərək orada missionerlik fəaliyyətləri ilə məşğul olurlar. Bəs bu nəyə səbəb olur? Birincisi, uşaqlıqdan gələn disiplinli yetişdirilmə var. İkincisi, pis vərdişlər Mormon təriqətində də qadağandır. Məsələn, içki, spirt, siqaret, hətta çay və kofe də qadağandır. Niyə? Tərkibində kofein var. Yəni bu qədər ayıq başlı gənc təbii ki, eyni zamanda kimin diqqətini çəkir? Mərkəzi Kəşfiyyat İdarəsinin. Bəli, Mormon gəncləri missionerlik fəaliyyətləri bitdikdən sonra və ya bitməmiş, daha davam edərkən bir çoxu CIA, FBI kimi kəşfiyyat idarələri tərəfindən işə götürülürlər. Bu da təriqəti eyni zamanda dövlətin içində də artıq güclü bir fiqura çevirib. Hal-hazırda təxminən 17 milyon üzvləri var. Əsas mərkəzləri Amerikadadır. Yəni Utah vilayəti, Amerikanın Utah əyaləti. Bunların elə bil ki, Amerikadakı mərkəzi sayılır. Hətta şəhərin qubernatoru və sair də elə bunlardandır. Daha çox bunların səsi ilə seçilir də. Bunlara müxalif heç bir qərar qəbul etmir. Bəs bir rəqəm dedim sizə, 100 milyard dollardan 300 milyard dollara qədər güclü bir investisiya fondunu idarə edirlər. Yəni təriqətin başındakı şəxslərin əlində bu qədər böyük pul var. Pul vəsaiti olduğu, yəni açıq bir şəkildə, açıq qaynaqlarda da göstərilir. Bu qədər pulu necə əldə etdilər bu 200 illik qısa bir dövrdə? Onluq sistemi yəni. Onluq sistemi nədir? Hər üzv gəlirinin 10%-ni kilsəyə
vermək məcburiyyətindədir. Dünyada təxminən bunların 200-ə yaxın kilsəsi var və 20 milyona yaxın da üzvü var. Uzun müddətli bir proses şəklində bunlar gəlirin 10%-ni verə-verə bu kilsələri gücləndirdilər. Ancaq bu kilsəni idarə eləyən, başda duran şəxslər də bu pulları doğru yerlərdə istifadə etdilər. Məsələn, dediyim kimi, bir çox böyük şirkətin hissələrini aldılar, birjalarda pulu dəyərləndirirlər, investisiyalarla məşğuldurlar. Yəni, dövlət içində bir dövlət qurublar da sanki Amerikada, bu qədər güclüdülər. Təriqətin başında dayanan şəxs bu gün də özünü peyğəmbər adlandırır. Yəni, bunlarda elə bil ki, vəhiy heç vaxt qadağan, vəhiy heç vaxt bitməyib. Yəni, Joseph Smithdən başlayaraq ta bugünkü idarəetmənin başındakı şəxsə qədər hələ də göydən vəhiy gəldiyinə inanırlar. Təbii ki, başda duranın, yəni peyğəmbərin altında isə 12 nəfərlik həvari şurası var. Əslində, bu təriqət sanki digər dinlərdən elə ki kopyalanıb. Biraz Tövrat var içində, biraz İncildən, biraz Qurandan, hamısından biraz kopyalanıb. Çünki nəyə görə? Başdan sona qədər əgər diqqət etdinizsə, birincisi vəhiy alıb. Vəhiy kim alıb? Hər zaman peyğəmbərlər alırdı. İkincisi, müqəddəs kitab gəlib, yəni səmavi kitab. Üçüncüsü, hicrət var bunlarda da. Necə ki, Musa Yahudiləri alıb Misirdən köçmüşdü, yəni hicrət etmişdi. Eyni zamanda İslamda da müsəlmanların Məkkədən Mədinəyə hicrəti var. Yəni bu çox iç-içə keçib də digər dinlərdən sanki toplanaraq qurulmuş bir sistemdir. Ancaq təsir gücü həddindən artıq insanlar üzərində təsirə malikdir. Fikirləri ilə insanları manipulyasiya eləyə biliblər və bu gün sürətlə də böyüyürlər. Dediyim kimi, yəni 18 yaşında yola çıxan gənc 2 il müddətində mütləq missionerliklə məşğul olmalıdır və dini yaymalıdır. Qapı-qapı gəzirlər, insanlara öz inandıqları şeyi təbliğ edirlər və bu səbəblə də sürətlə böyüməyə davam edirlər. Bu yaxınlarda səhv eləmirəmsə, Azərbaycanda da rəsmi şəkildə fəaliyyətə başlayıb bu kilsə. Nəysə, maraqlıdırsa sizə araşdırmağa davam edin. Bu təriqətlər, dediyim kimi, Amerika daxilində dövlət içində dövlət kimidir. Digər təriqətlər haqqında da zaman-zaman qısa videolar çəkərək sizi məlumatlandıracağam. Təbii ki, mövzular sizə maraqlıdırsa kanala abunə olun və bizi izləməyə davam edin.